Axşamınız xeyir olsun, salam müəlliminizi. İlk öncə azarkeşlərimə təşəkkür etmək istəyirəm. Hər iki komandanın azarkeşlərinə çox möhtəşəm atmosfer var idi və futbolçulara çox böyük motivasiya verdilər və həqiqətən futbolçular da düşünürəm ki, elə azarkeşlərə layiq bir oyun oynadılar. Hər iki komandanın futbolçuları. Hər iki komandaya uğurlar arzulayıram. Mən maraqlı oyun alındı. Çox sürətli, dinamik bir oyun alındı. Belə deyək, əsl kubok oyunu idi. İnşallah cavab oyunu var. O oyuna hazırlaşmalıyıq. Yəni, oyunun cavabı olaraq. Amma belə, vaxtımız azdır. 2 gündən sonra bizim Kərvanla, Yevlaxla oyunumuz var. Oyuna hazırlaşmalıyıq və futbolçularım düzdür, biraz yoruldular, amma çalışıb bu 2 gündə yaxşı bərpa olmalıdırlar ki, oyuna tam hazır olsunlar və bir daha hamıya təşəkkür edirəm. Buyurun, suallara keçə bilərik. Buyurun. Aşağıki bir təyinatı çox müzakirə olunur. Bu təyinat işlərdə sizin bir daxili narazılığınız var mı? Yox, qətiyyən. Qətiyyən narazılığım yoxdur. Hamısı bizimkilərdir. 90 dəqiqədən sonra da yenə narahatlığınız qalmadı, idarəçiliklə bağlı. Yəni, boşuna verməyiblər. Belə, yəni, hər halda yəqin son vaxtlar yaxşı performansı var, yaxşı oyunlar idarə edib, ona görə veriblər. Bu cür oyuna, özü ilk oyuna, belə bir sabahın oyunda. Yəni, belə müzakirə olunması, edəsi bir fikrim yoxdur, nəyisə. İkinci sual. Siz son vaxtlar qarşı oynadığı bir metodlar açıqlayın. Rəqabətdə udzur, yoxsa onun haqqında müxtəlif xəbərlər yazır ki, elə sabaha keçib qayıtmaq məsələsi? Yox, sabah söhbəti ümumiyyətcə yoxdur. Yəni, belə bir, bilmirəm, qarşı tərəfdə var, yəni bizdə belə bir fikir yoxdur hal-hazırda, yəni əgər belə bir məlumatım yoxdur. Qaldı ki, yəni əvvəlki çempionat oyununda sabahla əsas heyətdə oynamışdı. Şans verilir yetərincə. Demək olar ki, bir o qədər bizim istədiyimiz ki, özünü doğrultmur. Bugün Andrade daha yaxşı performans göstərir. Ona görə, yəni belə, amma belə komandadır. Müzəffər, buyurun. Qarabağ öyrəşmiş ilə hər halda klubun özündə bir məqsəd var ki, minimum bir titul qazanmalıdır deyə düşünürəm. Yəni, belə deyək, kubok üçün çempionat, ya da çempionat üçün kuboklu qurban vermək üçün bir ehtimal düşünə bilərik. Ümumiyyətcə, belə bir düşüncəmiz yoxdur. Yəni, əgər azarkeşlər bu cür oyunlardan zövq alırlarsa, eybi yox, elə biz qoy məğlub olaq, amma azarkeşlər zövq alsınlar. Yəni, biz həmişə iddialı olmuşuq, hər iki titulda istəmişik ki, maksimum nəticə göstərməyə və olmayacaq. Yəni, amma belə biz öz istəyimizdən, öz, belə deyək, aktivliyimizdən əl çəkmirik. Buyurun. Bizim qarşımızda çox yaxşı komanda var idi. Yəni, biz çox yaxşı bir kollektiv, çox yaxşı formalaşmış bir kollektiv var qarşımızda. Yəni, bizim üçün, belə deyək, sona kimi oyundan çıxmayan, sona kimi dözən bir kollektiv var. Və bəli, biz yaxşı komandayıq bugün, amma sabah da çox yaxşı komandadır. Yəni, bəlkə bugün onların oyunu, ümumiyyətcə onların istəyi bəlkə bizdən daha yuxarıdır. Amma bizim üçün inanın ki, çox xoşdur bu cür rəqibə qarşı oynamağa. Yəni, keçən dekabra kimi deməzdim, dekabra kimi daha komanda yorğun idi, daha belə deyək də sürətimiz, yəni axır oyunlar dekabr ayı idi, yəni biraz aşağı düşmüşdü. Amma bu son 2 oyun, sabahın oynadığı 3-3, bir də bu oyun, yəni bizə ümumiyyətcə əlavə, futbolçulara da əlavə motivasiya verir. Və bugün dediyim kimi çox yaxşı oyun fəlsəfəsi olan və çox yaxşı bir-birini tamamlayan futbolçulardan yığılmış bir kollektiv var qarşımızda və bizə xoşdur və hər oyun həm onlara qarşı, ümumiyyətlə çempionata qarşı daha da yaxşı olmalıyıq ki,
daha yaxşı nəticə əldə etməyə. Yəni səbəb yəni qarşımızdakı rəqibdir, Sabahdır. Buyur Hacı. Biz həmişə yerli çempionatlar azarkeşlərin gəlməsindən şikayətləndik. Amma şu gün əksini gördük. Demək ki, yəni azarkeşlər yaxşı oyuna gəlib baxırlar. Rahatın geri olmasından baxmayaraq. İnanın ki, bu azarkeşlər gəlsə də həmişə yaxşı oyun olacaq. Yəni bu qədər azarkeş gəlsə fərqi yoxdur. İstənilən rəqibə qarşı çox yaxşı oyunlar olacaq. Sadəcə bunlar belə deyək, azarkeşlərimiz ümumən bəlkə o son vaxtlar futbol çox müzakirə olunur, çox belə o qədər uğursuzluq deyə danışılır. Ona görə ola bilər azarkeşlər biraz inamını itiriblər. Amma inanın ki, bu cür oyunlarda, ümumiyyətcə çempionatın hər bir oyununda bu qədər azarkeş olsa, oyunlarımız maraqlı olacaq. Mən əminəm buna. Yəni futbolçular daha əlavə motivasiya ilə, daha istəkli, daha məsuliyyətli istənilən oyunda özlərini göstərəcəklər. Böylesin. Həmişə Avropa kuboklarından danışan Esra'ların setlərdə güclü olmalı. Biraz da şablon olsa da bugün sabahdan dedim o ki 70 dəqiqə, 75 dəqiqə, 70 dəqiqə oyun dayanmadı. Yəni orada yaxşı mübarizə getdi, yaxşı futbol oldu. Özünüzü Avropa kubok maçında hiss edərdiniz, həm atmosferə görə, həm oyuna görə. Yəni var idi elə hava. Ümumiyyətcə, yəni bəlkə bugün biz bəzi o birinci turda olan oyunlara baxsaq, birinci mərhələdə Avroliqada ki oyunlarda bəlkə o oyundan daha çox azarkeş var idi ilk mərhələdən və oyun da heç də böyle yəni, dediyim kimi sürətli, dinamik və daha qabiliyyətli, keyfiyyətli futbolçular, daha qabiliyyətli, keyfiyyətli komanda qarşımızda var idi və belə yəni dediyim kimi çox xoş oldu mənim üçün. Bir oradakı episodlarına baxsın, Elvinlə Zedat arasında nəsə baş verdi, orada onları çağırdınız, sən barışdırdınız. Bir də ki, oyundan sonra Dambraskasdan xeyli söhbət elədi, yəni keçən oyundan da onunla söhbət elədi. Elvinlə düzü epizod görmədim, nəsə topdan sonra deyəsən biraz bir-birinə nəsə belə, o da sırf futbolçu aqressiyasıdır da, yəni belə şeylər ümumiyyətcə futbolu belə deyək, bu cür necə mübahisələ futbolu bəzəyir. Yəni bu normal bir şeydir. Futbol xarakter oyunudur, futbol mübarizə oyunudur və əlbəttə ki, bəzi azarkeşlər ondan da zövq alırlar. Ona görə düzdür, Zedatka biraz belə hissləndi, o da normal, dedim ki, futboldur. Yəni bu ikisini də barışdıran kimi elədim, bilmədim, barışdılar, barışmadılar, bilmirəm, amma yəni normal ikisi də qəbul elədi. Qaldı ki, Dambrauskan həmkarımla söhbətimə, yox, heç keçən oyundan ümumiyyətcə heç bir şey danışmadıq. Yəni, ümumiyyətcə bilsəm, mən həmişə fikirlərini bildirmişəm ki, olan orada qalır. Yəni, futbolun belə özəlliyi, gözəlliyi odur. Yəni, o anda olan hallar, hadisələr, yəni o aqressiyalar, o hansısa bir düşünmədən olan bir atılan addım oradakı olan hadisəyə görə olur. Sonradan onu hansısa bir formada müzakirə etmək, yəni mən bunu ümumiyyətcə xoşlamıram və biz Dambrauskasla həmişə həm oyundan əvvəl də, bütün oyunlardan əvvəl də, sonra da demək olar elə ancaq futbol haqqında ümumiyyətlə danışmışıq. Belə o həmişə oyundan əvvəl, sonra bizim işimizə dəyər verib, komandanın göstərdiyi uğurlara dəyər verib. Mən də qarşılıqlı yəni fikirlərimi bildirmişəm ki, və çox gözəl komandanız var, tez bir vaxt çox gözəl komanda formalaşdırmısınız və xoşdur bir-birinizə qarşı oynamaq. Yəni belə sırf belə deyək də konkret belə futbol danışıq, centilmen sayağı danışıq belə deyək. Böyle. Kurban bildiğimiz gibi bugün yeni atanın belediye 2 yılı tamam oldu. Sizler orada icra edici esas organlardan olan icra komitesinin üzvüsünüz. Her şey etik saymazsınız. İlk üzv kimi değerlendirmeyi. Azerbaycan Milli Komandası'nın kesilmiş futbolcusu, veteran futbolcusu kimi kənardan bu yerdə qalan 2 ildəki AFA və onun gördüyü iş necə gördünüz sizdə? Normal. Ümumiyyətcə bir yeni fikir, yeni ideya olanda ümumiyyətcə onu biraz gözləmək lazımdır, biraz zaman lazımdır ki, o nəticəsini görmək üçün. Amma
hər bir halda hansısa bir yeni düşüncələr, yeni beyin, yeni proqram varsa, yeni struktura qurulması üçün işlər gedirsə, bu ancaq yəni həm maraqlı olur, həm də ki, dediyim kimi biraz vaxt lazımdır ki, yenilikləri görməyə, bəhrəsini görməyə, nəticəsini görməyə və belə məncə normal, yəni yavaş-yavaş demək olar ki, hər 3 aydan, 4 aydan görürük ki, yeni bir fikir, yeni bir ideya ortaya çıxır, yeni bir düşüncə belə deyək, ortaya çıxır, hansı ki, onun ətrafında iş yavaş-yavaş başlayır, həm dəyişməyə, həm böyüməyə belə. Məncə normal. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun.